Hər vaxtınız xeyir olsun, hər birinizi xoş gördük. Bugün sizlə monitorinqə düşmüş sual tipinin izahına baxacağıq. Düzbucaqlı formasındakı bağçanın uzunluğu 12 metr, sahəsi isə 96 kvadrat metrdir. Bu bağın bütün tərəfləri 2 metr artırıldı. Buna görə yeni ərazinin perimetri neçə metr oldu? Gəlin baxaq. Bizim hal-hazırdakı olan düzbucaqlı formasındakı bağımızı çəkməyə çalışaq. Bu düzbucaqlı formasındakı bağ, baxın, uzunluğu 12-dir. Eni bilmirəm neçədir, amma sahəsini bilirəm. Sahəsini bilirəmsə, uzunluğunu da bilirəmsə, mən buradan enini tapa bilərəm. Nə edirəm? Sahəni uzunluğa bölürəm. 96-nı 12-yə böləndə də bizə verəcək neçəni? 8-i. Deməli, bu düzbucaqlı formasında bağçanın uzunluğu 12-dir, eni də 8-dir. Düzdürmü? Qarşı tərəflər bərabər olduğu üçün 12, 12, 8, 8. İndi bizə deyir ki, bunu hər tərəfindən 2 metr artırıblar. Yəni bu 12 artıb olub 14. Bu 12 də artıb olub 14. Bu 8 də artıb olub 10. Bu 8 də artıb olub 10. Deməli, onda bu düzbucaqlının hissələri necə olacaq? Eni olacaq 10, 10. Uzunluqları olacaq 14, 14. Bizdən də bu yəni yeni ərazinin perimetri soruşulursa, biz burada nə edəcəyik? 10-la 14'ü toplayacaq 24, onu da vuracaq 2-yə, eləyəcək 48. Əgər bu sualı monitorinq imtahanında düzgün yazmışsınızsa, rəy bölməsini bildirməyi, videoları bəyənməyi və kanala abunə olmağı unutmayın. Sağ olun, salamat qalın.